Gürcüstanda təhsil alan xarici tələbələr hər il ölkə iqtisadiyyatına 1,2 milyard lari, təxmini 760 milyon Azərbaycan manatı töhfə verirlər. Bu barədə Gürcüstanın baş naziri İraklı Kobaxidze məlumat verib. Onun sözlərinə görə xarici tələbələrin hesabına hər il Gürcüstan büdcəsinə təxmini 300 milyon lari, 190 milyon manat əlavə vəsait daxil olur. Bundan əlavə Gürcüstanda xarici tələbələrin hesabına 10 mindən çox iş yeri yaradılıb. Ona görə də hökumət hesab edir ki, xarici tələbələr üçün təhsil proqramları saxlanmalıdır. Çünki xarici tələbələr üçün proqramların ləğvi Gürcüstan iqtisadiyyatına, büdcəsinə və məşğulluq səviyyəsinə əhəmiyyətli dərəcədə zərər vura bilər. Baş nazir deyib ki, Gürcüstanda 37 min əcnəbi tələbə təhsil alır. Onların əksəriyyəti Hindistan vətəndaşıdır. Tələbələrin 7% İordaniyadan, 6% İsraildən, 5% Sudandan, 3,3% isə Pakistan, Böyük Britaniya və Misirdəndir. Baş nazir bildirib ki, bir əcnəbi tələbə ildə orta hesabla 15.500 lari, təxmini 9.800 manat təhsil haqqı ödəyir və ölkədə əlavə 16.300 lari, təxmini 1030 manat xərcləyir. Onu da qeyd etmək lazımdır ki, tələbələr diplomlarını aldıqdan dərhal sonra ölkəni tərk edirlər. Müvafiq olaraq onlar Gürcüstanın demografi tərkibinin bir hissəsidir. İmic üçün heç bir risk yaratmırlar deyə hökumət başçısı əlavə edib.